ailədə həyat yoldaşı ilk növbədədir, sonra uşaqlardır. Sən uşağı həyat yoldaşından və yaxud da ki, valideynini həyat yoldaşından üstün tutanda aləm dəyər bir-birinə. Bu təbiətin qoyduğu qaydalardır. Bu kimisə nəzəriyyəsi deyil. Amma həyat yoldaşları arasındakı münasibətdə də hər bir fərd başa düşməlidir ki, mən onun əsası deyiləm. Onun ruhudur birinci. Burada artıq iki nəfərin münasibətində, yəni ikiləşdilər. Bunlar bir-birləri üçün digər ətrafdakı olanlardan daha vacibdirlər. Amma öz aralarında artıq vacib kimdir? Bu fərdin ruhu və bu fərdin ruhu və onların missiyaları daha vacibdir. Yəni bura onun üçün gəliblər. Sadəcə onlar dünyaya sırf bir-birlərinə ailə qursunlar, dünyaya uşaq gətirsinlər, işləsinlər, qazansınlar deyə gəlməyiblər. Prioritet olan ruhlarıdır. Hansısa karmik borcları var, qəbir onları ödəməlidirlər və yeni təcrübələr toplayıb, yeni bilgilər toplayıb yüksəlməlidirlər. Sən deməyindən belə çıxır ki, indi mənə qismət olmayacaq. Oğlumun toyunda bir sındıra-sındıra oynayım. Doğrudan. Sən deməli toyda bir dəfə sındıra-sındıra oynamaq üçün mənim gecəm gündüzüm olmayacaq da. Bütün ömrüm dığ-dığla keçəcək.